Saz da var, söz de var. Təşəkkür edirik. Bax, bu gözəl hava üçün ürəyinə, qəlbinə, ruhuna sağlıq. Barmaqlarına sağlıq. O barmaqdan heç kimdə yoxdur, biləsən. Sazlı sözlü verilişdən sizə salamlar olsun. Bizi sevib bizlərə baxan hər kəs var olsun. Sevimli, dəyərli, istəkli və bizə çox doğma olan əziz izləyicilərimiz. Bugün də saz da var, söz də var deyib sizin evlərinizə, könüllərinizdən körpü salıb qəlbinizə, evinizə, ruhunuza qonaq gəldik. Ümidvaram ki, hər gün olduğu kimi bugün 15:30-u səbirsizliklə və sevə-sevə gözləyən dəyərli izləyicilərimiz yenə ekran qarşısında əyləşib bizləri gözləyirlər. Çünki qonaqlarımız da anonslardan kim olduğu bəllidir. Salamlayıram mən də tamaşaçılarımızı. Bugün də həmişə olduğu kimi dəyərli qonaqlarımız var. Çox yaxşı, gözəl verişimiz olacaq. Çalışıb bugün də musiqimizə həmişə olduğu kimi layiqli şəkildə xidmət edəcəyik ki, tamaşaçılarımız zövq alsın. Qonaqlarımız da xoş gəlib, birazdan təqdim eləyərik. Yenə səsin çıxmır, nə məsələdir? Yorğunum, bugün danışmağa sənə həvalə eləyirəm, elə həmişə olduğu kimi. Yorğun deyəndə mən belə bitər oluram. Elə bir iki maşın daş daşıyırsınız. Qurbanım, Ayfisa, xoş gəlmişsən. Əzizim, Allah səni var eləsin, sən bizim üçün çox dəyərlisən. Sənin sayəndə mən Azərbaycanımızın bütün bölgələrini sevirdim, amma sənin sayəndə Zərdabı artıq bir daha çox sevirəm ki, oradan səni kimi belə ədəbli, ərkanlı bir oğul yetişdirib o torpaqlar. Bizim əziz qonaqlarımız, hər biriniz xoş gəlmişsiniz, hər biriniz bizim üçün əzizsiz, doğmasız. Mən tanıdıqlarımı uzun illərdir tanıyıram, tanımadıqlarımı da tamaşaçılarımız onsuz da tanıyırlar. Bugün də ümidvaram ki, belə nəğmə dolu, söz dolu. Biz susacağıq, bugün tar danışacaq, bugün səs danışacaq, bugün şeir öz sözünü deyəcək. Çünki burada bizim çox dəyərli şairlərimiz var. Mənim üçün elə istəyirəm şairlərimizdən başlayım. Çünki mənim üçün çox doğmadır, çox əzizdir. Mənim dəyərli dostum, dəyərli qardaşım. Mən sevə-sevə ona belə ürəklə qardaş deyə bilirəm. Çünki gecənin hansı vaxtında, istənilən saatında ərklə telefonu götürüb zəng eləyəsi bir oğuldur, bir şəxsiyyətdir, bir qardaşdır. Bizim dəyərli dostumuz Azərbaycan Yazıçılar Birliyinin üzvü və Ruh və Kölgə Ədəbi Birliyinin təsisçisi və köməkçisi şair Milli Daşqın.
Xoş gəlmisiniz Daşqın bəy. O cümlədən bax bu gördüyünüz xanım bizim şairəmiz, mənim də rəfiqəm. Milli Daşqının həyat yoldaşıdır Nuraynə xanım Təbriz. Nuraynə xanım da həm prezident təqaüdçüsüdür, həm Yazıçılar Birliyinin üzvüdür, həm Aşıqpəri Məclisinin üzvüdür, həm də Ruh və Kölgə Ədəbi Birliyinin yaradıcısıdır. Xoş gəlmisən sən də əzizim və bizim dəyərlimiz tar ifaçısı Ələsgər Məmmədov. Ələsgər bəy, siz də xoş gəlmisiniz və Emil Məmmədov. Emil, çoxdan da görsənmirsən. Xoş gəlmisən. Xoş gördük Vəfa xanım, sizi salamlayıram. Akşin bəy, sizi salamlayıram. Bizim qonaqlarımızı, dəyərli həmkarlarımızı salamlayıram, musiqiçilərimizi salamlayıram və televiziya qarşısında bizi izləyən bütün tamaşaçılara xoş istirahətlər arzu edirəm. Musiqi də həqiqətən də ruhun qidasıdır. Allah bu musiqimizi, bu musiqiləri, bu sözlü, sazlı söhbətlərimizi bu xalqımıza çox görməsin. Mənəvi qidaları həmişə bol olsun. Təşəkkür edirəm sizə də. Amin, inşallah. Nuraynə xanıma, Nuraynə xanım, sən də xoş gəlmisən. Xoş gördük, Mənim hər salamlayıram. zaman başım üstə, gözüm üstə, qəlbimdə necə yerin olduğunu bilirsən. Belə evimiz də sənə qurbandır, studiyamız da. Xoş gəlmisən. Təşəkkür edirəm həm verilişə dəvət elədiyiniz üçün. İzləyicilərimizi salamlayıram. Efir arxasında əyləşən izləyicilərimizi, tanıyan bilən hər kəsi və sizləri salamlayıram, təşəkkür edirəm. Ümid edirəm ki, gözlədiyimizdən daha gözəl bir proqram olacaq. İnşallah bugün sevgi dolu şeirlər olacaq. Proqramlarımız elə həmişə qəşəng olur, gözəl olur. Bəli, əlbəttə izlənən bir proqramdır, üzr istəyirəm. Qeyd eləmək istəyirəm ki, şəhərdən daha çox sizi rayonlardan izləyirlər. Çünki saz da var, söz də var. Bəli, bizim sazımız da olur, sözümüz də olur, səsimiz də olur. Hər yerdən izləyirlər, ölkəmizin hüdudlarından, kənardan da. Ələsgər qardaşım xoş gəlib, mənim tələbə yoldaşımdır. Orada mikrofon var. Dəyərli sənətkardır, dəyərli oğlandır. Xoş gəlmisən əziz qardaşım. Çox sağ ol əziz qardaş, var olasınız. Mən də təşəkkür edirəm öz növbəmdə dəvətiniz üçün. Ümumiyyətlə televiziya belə də çox baxan adam deyiləm, amma imkan düşdükcə mütləq verilişlərimizə baxıram. Çox gözəl qonaqlarımız dəvət alır və maraqlı repertuarlar həmişə sizin verilişdə olur. Ona görə mənə dəvət elədiyiniz üçün də təşəkkür edirəm və özümə də borc bildim ki, burada dəvətə biganə qalmayım, iştirak edeyim. Səbəbini bilmirəm, Akşin bəy sizi hədsiz dərəcədə çox istəyir. Hər dəfə sizdən söz düşəndə həm çox ağız dolusu danışır, həm sənətinizdən fəxrlə danışır. Mənə də keçən dəfə dedi ki, bir neçə tar ifaçılarımız var ki, bizim verilişimizin adı saz da var, söz də olsa da, bizim verilişimizin mahiyyəti sırf aşıqlar dəvət eləmək deyil və saz var ona görə ki, iki aparıcıyıq, Akşin bəy saz ifaçıdır, söz də var, mən danışıram, Akşin bəy susur. Ona görə biz çalışırıq, danışmağı vermişəm. Bütün janrlara çalışırıq ki, yer verək ki, bütün janrlardan istər musiqi alətlərindən, istər ifaçılardan, istər xalq musiqisindən, milli musiqiyə. Yəni hər kəsə tanıdaq ki, bizim məsələn şərt o deyil ki, elə sazdan, sözdən ibarət olsun veriliş. Bizim musiqimiz sazdan, sözdən ibarət deyil. Ona görə istəyirik arada bu alətlərə də yer verək. Mən atıram, sözümü nəyə gətirdim? Mən də danışanda dolay yolla gedirəm ki, sözümü tamamlaya bilmirəm. Tar ifaçılarını bir atır, göndərirdim, mesaj WhatsApp olaraq atıram ki, göndərirəm ki, Akşin bəy, baxın bu da var, bu da var. Yaddan çıxır da, dəvət eləmək üçün biz bir nəfərik, maşallah, sənətkarlarımız çox. Onda Akşin bəy dedi ki, mənim bir qardaşım var, onu da dəvət eləmək istəyirəm. Özünə məxsus çox gözəl dedi, musiqiləri var ki. Son vaxtlar gözəl lirik musiqilər, tarda ifalar var, ola bilər eşidirlər tamaşaçılar. Mən eşitmişəm. Onun ifaçısı Ələsgər qardaşımızdır. İndi ifa eləyəcək, bilməyənlər də bilsin. Mən və istəyirəm, xoş gəlmisən Daşqın, əzizim. Mən sənə qarşı olan hörmətimi bir tərəziyə qoysaq, yəqin ki, çəkib qurtara bilməz. Çünki sən çox dəyərli bir şairimizsən. Çox dəyərli Kəlbəcər elinin oğlusan, xalqımızın, vətənimizin hər zaman belə deyək təsirini çəkmiş və illərlə 92-ci ildə keşiyində illərlə dayanmış, özü döyüşlərdə iştirak eləyib xidmətləri olub vətənimizdə. Ona görə də çox vətənpərvər gözəl şeirləri var. Akşin, mən eşidəndə... Mən birinci dəfədir görürəm qardaşımızı, amma mən səndən eşitmişəm, bayaq dediyin sözün təkrar olmasın Ələsgər haqqında. Doğrudan da biz belə müzakirələr aparırıq. Həm yaxşı sənətlə bərabər mən sevirəm tərbiyəli insanları, abırlı insanlara canımı verərəm. Ona görə biz həmişə öz aramızda danışanda sizin də adınızı mən tez-tez eşitmişəm.
Çox Xoş sağ olun, gəlmisən. çox təşəkkür edirəm. Sizə də öz minnətdarımı bildirirəm ki, dəvət eləmisiniz. İzləyicilərimizə də səmimi təşəkkürümü bildirirəm. Verilişdə əziyyəti olan hər kəsə minnətdarım. Verilişin adından elə görünür ki, saz da var, söz də var. Saz ümumiyyətlə səsdir. Sözdəki sözdür də. Səs kainatda ilk yaranmış bir gücdür, qüdrətdir. İnsan olmazdan əvvəl də səs olub. Çünki çayların səsi, küləyin səsi, bunlar insandan əvvəl yaranıb. Saz olan yerdə də demək olar ki, bütün musiqilərdən danışmaq olur. Saz özü bir orkestrdir. Siz məndən yaxşı bilirsiniz bunları. Saz da var, söz də var. Verilişinə uzun ömür arzuluyuruq. Güclü izləyici auditoriyası arzuluyuruq. Ölkəmizin həm şəhərdə, həm şəhərdən kənarda hamının izlədiyi bir proqramdır. Valla proqrama gəlməzdən əvvəl də dostlarımız, qohumlarımız, tanışlarımız bizə zəng eləyir ki, siz çox yaxşı bir verilişə dəvət almışsınız. Çox sağ olun. Akşin müəllimi efirdən tanıyırıq. Çox sevdiyimiz sənətkardır. Fatimə xanım da elə həm efirdən, həm şəxsi münasibətlərimizdən tanıdığımız, bildiyimiz həm söz adamı, həm səs adamıdır. Təşəkkür edirik dəvətə görə. İndi davamlı şeirlərdən də istifadə eləyərik inşallah. İnşallah, hə, davamlı birazdan. Görərsən. Deməli, çox təşəkkür edirəm hər birinizə. Həmişə sənə Tariyel müəllim deyirdilər. Artıq deyirdim ki, ləqəb olaraq Tariyel oğludur da. Adama bu gün məndən zəng edib Tariyel müəllimi soruşurdular. Mən nə əlaqə bax onu. Baxalım, söz düşmüşkən elə onu deyim. Siz o söz dediniz, Akşin mənə baxdı. Bir dəfə toyda toy mən idarə edirəm, aparıcı müğənni olaraq. Və Akşin Tariyeloğlunu da ora dəvət ediblər, sənətkar kimi ki, bir yarım saatlıq çıxış eləsin. Mən də Akşini o qədər geniş təfərrüatı ilə belə təqdim elədim. Gəldim, axırda təqdimatda ki, adını çəkməliyəm, dedim ki, buyursun gözəl saz ifaçımız Tariyel müəllim deyəndə özünü gülmək tutdu. Yenə özümünkü evi yox. Dedi, yenə evi yox, yenə atamın adını çəkdirmişdi. Yenə sən toyda demişsən, o gün verilişimizdə kim idi? Verilişimizdə Bakılılardan kim idi ay Allah? İslam, hə, o gün qayıtdı bildi. Tariyel müəllim təşəkkür eləyirəm. Klarnet ifaçısı, İslam. İndi Tariyel müəllimi başa düşdük. Tariyel müəllimi məndən niyə zəng eləyib soruşurlar, bax onu başa düşmədim. Dedim valla, mən dedim biz Akşin müəllimlə veriliş aparırıq da Tariyeloğlu kitab təqdimatına dəvət eləmək istəyirlər. Buradan inşallah bizim dəyərli şairəmiz Şövkət xanım tez bir müddətdə mən də dəvət eləyəcəm. Şövkət xanımın da çox gözəl qələmi var. Mən istəyərdim hətta Ayaz müəllim, ondan sonra Əlövsət Saldaş, mən istəyərdim bizim gözəl dəyərli şairlərimiz də qonaqlarımız olsun. Yavaş-yavaş yer verib onları onsuz da belə deyək də bir şairlər çoxsu tanıyır, amma mən istəyirəm ki, kütlə də, insanlar da tanısınlar. Çünki vacibdir, lazımdır. Yersiz insanları tanıtmağımız artıq bəsdir. Dəyərli insanlara vaxtında dəyər vermək lazımdır. Vaxtımız varmı, yoxmu Samirə xanım, onu bilmək istəyirdim. Müsahilə də bugün gəlməyib, sağ olsun. Müsahilədən mən əlimi üzmüşəm. Əziz tamaşaçılarımız 050-633-37-47 nömrəsinə könlünüzdən, qəlbinizdən, ruhunuzdan nə keçir belə yazın. Şairlərimizdən istəkləriniz, qonaqlarımızdan istəklərimiz, Ələsgər müəllimdən bizdə nə istəyirsiniz yazın. 1-2 dəqiqə vaxtımız var. 2 dəqiqəlik bir şeir alaq, elə reklama çıxaq. Olarmı? Nuranə, səndən mi alaq, yoxsa səndən alaq? Müşayiət zəhmət olmasa bir sağ. O biri mikrofonu yox, o biri mikrofonu verək. Və elə dərdlər də var, ağır olur çəkisi. Nə bitməyi mümkündür, nə də daşımaq olur. Ruhda var ki, ağrısı meydan oxuyur cana. Nə əcəli yaxın gəlir, nə də yaşamaq olur. Şəhli xatirələri baxışına düzəsən, kimsə görməsin deyə yumasan gözlərini. Güləsən arsız kimi taleyinin üzünə, ağlayasan gizlində qucuyub dizlərini. Hara getsən qaçaraq döndüyün o otaqda, təkliyini görüncə divarlar üzə durar.
İşığı yandırsan da zülmətin qucağında taleyin şamı yanmaz, soban şaxta sovurar. Dərd özü də bir dərddir, dərdi gizləmək betər. Təsəllisi xoş gəlməz doğma bildiklərinin. Güc aldığın güclərə məcbursan güc olmağa, hesabı yarım qalar üzə güldüklərinin. Təşəkkür edirəm. Hə, reklamlara çıxaq, dönək, dönüşdə gözəl nəğmələrimiz, gözəl şeirlərimiz olacaq. Ürəyinə, qəlbinə, ruhuna sağlıq əzizim. Möhtəşəmsən. Reklamlar. Sazda var, söz de var.
İnsan ürəyini necə o musiqiyə yansıdıbsa, adam musiqinin bitməsini istəmir. Bir neçə il sənətdən uzaqlaşmışdı eləskər. Yenidən istəyirəm musiqi haqqı Emin Sabitoğlu'nun Siz bu sənətdən musiqisidir. getmiş olsanız böyük bir günaha batmış olardınız, eyvallah. Vallahi onu çox yaxın dostlarım, hər tərəfli izləyicilərim, hamı yazdı, hamı dedi. Başqa tam ayrı bir sahə ilə məşğul oldum. Nədir məsələ? Mən əvvəllər bu musiqini də əvvəllər yazmışam. Emin Sabitoğlu kinodan. Ad günü kinosundan bəli. Allah rəhmət eləsin gözəl bəstəkarlarımıza. Mən bir müddət o pandemiya devri ki, evdə boşluq oldu, boş qaldıq. Mən onda öz-özündən illər boyu yığılıb qalan musiqilər bir başqa formada yeni musiqi formasında belə deyim də gəldi mənim beynimə. Nə cür, yəni öz bəstələrim deyim belə. Bəstə demək biraz yekə çıxır, indi bəstəkarlar üzr hesab eləsinlər. Öz yaradıcılığını, öz Bir bəstələrini. 20-dən yuxarı musiqilərim var. Yəni bu sosial şəbəkələrdə sevilənlərin də demək olar ki, böyük əksəriyyəti özümün bəstələdiyim və ifa elədiyim musiqilərdir. Ardınca başqa çıxışlarda inşallah onları ifa eləyəcəm. Təşəkkür, gözəl ifa etdin. Möhtəşəmsiniz. Mən istəyirəm, nə demək istəyirsən? Mən demək istəyirdim ki, o bəzən xəbərlərdə nəsə bir sujet verirlər, altdan yazırlar ki, şərhsiz. Yəni şərh eləməyə ehtiyac olmur da. Ələsgər müəllim dinlədikcə heç bir şərhə ehtiyac olmur. Şərhsiz deyən qulaq as. Musiqinin dili də yoxdur da. Yəni bütün musiqinin dili ilə sizin barmaqlarınızda dillendirirsiniz onu. Mən istəyirəm Emildən bir nəğmə ifa alaq, sonra şeirlərimiz olsun. Sevilem kelimesine yadan değer demene. Sende neler varmış canım benim. Sevgi bürüyor beni, benim hiç haberim yok. Deliyim divaneyim, yüreğimden haberim yok. Sevilem kelimesine yadan değer demene. Sende neler varmış canım benim. Sevgi bürüyor beni, benim hiç haberim yok. Deliyim divaneyim, yüreğimden haberim yok. Sen sevmeye hazır değildin o yüreğim. Adam sana neler söyledi, seni aldı. Sen beni sevmeye hazır değildin o yüreğim. Adam sana neler söyledi, seni aldı. Seni sevenlerin an gündüzüm gecemde yok. Nedir bu sevgi be? Değişip beni tamam. Sevgi büyütmeli, benim hiç haberim yok. Benim divaneyim, yüreğimin haberim yok. Seni sevenlerin an gündüzüm gecemde yok. Nedir bu sevgi be? Değişip beni tamam. Sevgi büyütmeli, benim hiç haberim yok. Divaneyim, yüreğimin haberim yok. Sevmeye hazır değildin o yüreğim. Adam sana neler söyledi, seni aldı. Sen beni sevmeye hazır değildin o yüreğim. Adam sana neler söyledi, seni aldı.
Seni sevmeye hazır değildi o yüreğim. Adam sana neler söyledi, seni aldı. Sen beni sevmeye hazır değildin o yüreğim. Adam sana neler söyledi, seni aldı yüreğim. İzdirik, action. Götür o sazını. Mən istəyirəm ki, Daşqın bəy mikrofonu götürsün. Bax, al da sən də mikrofonu götür. Bir-birinizə nə sözünüz varsa deyin burada gəl. Bir yerdə. Bəli, bilirsiniz, action, sən bilsən ki, bunların bir dastan, bir roman, bir hekayəyi, böyük bir hekayə yazmaq olardı. Bunların eşqindən, sevgisindən. Allaha şükür ki, qovuşdular. Şükürlər olsun Allaha. Buyurun gör, bir-birlərinə o qədər şeirlər yazıblar. O Facebookda paylaşırdı, bu paylaşırdı, o paylaşırdı, paylaşırdı. Buyurun. Demək, son vaxtlarda yazdığımız bir şeirdir. Mən işdən gəldim ki, Nuranə xanımın qarı çox qaradır. Qanı çox qaradır, kəndə getmək istəyir. Mən də ki, elə boş vaxtlarım olmurdu, hər ürək istəyəndə gedə bilmirəm. Aşıq Ələsgər misalı bir şeir yaratdıq. O mən şeirlə razı salmaq istədi. Qoy öncə yazdığını təqdim eləsin, mən ona şeirlə cavab verdim. Yolları gözümə çəkdirdim mənim. Bir aydı yığmışam veşimi. Gedək. Nəsə günü-günə satırsan yenə. Axı bilməliyəm işimi. Gedək. Anam sac asıbdı, xəmir gözləyir. Atam manqalında kömür gözləyir. Yoxsa düşünürsən ömür gözləyir. Nə fərqi üçümü, beşimi. Gedək. Rüşvətmi göndərim, hörmətmi edim. Yoxsa ki anana minnətmi edim. Səni qınaq edim, töhmətmi edim. Axıtma gözümdən, axıtma gözümdən yaşımı. Gedək. Hanı aparmırsan o kəndə məni, bax çətin taparsan itəndə məni. Qərib eyləmisən vətəndə məni, zəhərə döndərmə aşımı. Gedək. Bilmirsən, əlində köz oynadırsan. Mən sual verirəm, göz oynadırsan. Bir ildir dilində söz oynadırsan. Yaxşı təzələdin huşumu. Gedək. Bütün susanların dinən vaxtı var. Bu dəli başımın çönən vaxtı var. Mənim də gözümün dönən vaxtı var. Bir təhər sıxmışam dişimi. Gedək. İstidir, soyuqdur, bitmir bəhanən. Allahın xoşuna getmir bəhanən. Daha nuranəyə yetmir bəhanən. Tayozma yalandan başımı. Gedək. Tayozma yalandan başımı. Gedək. Bu şeirdən sonra getməmək də olmur, yazmamaq da. Şəhərdə bürkü var, sıxır adamı. Külək qopan kimi yıxır adamı. Gəl yapış qolundan, ağır adamı götür, ağır-ağır kəndə gəl gedir. Yadına bağ düşüb, bağça düşübsə, bağçada qurduğun taxça düşübsə, anan bağladığı boxça düşübsə getmək istəyirəm. Mən də gəl gedək. Sən deyən doğrudur, mən deyən haqdır. Ağlama, qəlbimdə ildırım çaxdı. Deyirsən, getmirəm kəndə nə vaxtı, dur. Ay Allah qulu bəndə, gəl gedək. Bir işin bəllidir, 5 işin fəndli. Alıram qələmə bir neçə bəndli. Kənddə şəhərlisən,
şəhərdə kəndli tökmüsən zəhləmi gündə. Gəl gedək. Bir xoruz kəsərlər gecə vaxtından. Atan söz veribdi beçə vaxtından. Bizi gözləyirlər düzə vaxtından. Toyuqlar qocaldı hində, gəl gedək. Gedək uzaq olsun qada yollarda. Gedir ömrüm günüm bada yollarda. Ya evdə dustağam, ya da yollarda. Yığış qara baxdım, sən də gəl gedək. Daşqınam, dərd tapdı canımı birdən. Tanıdım hamını duranda yerdən. Təkcə sən deyilsən, görürəm hərdən qaşıyır başımı cin də. Gəl gedək. Və təbii ki, razılıqdan sonra bir sevgi şeiri. Mən səni nəfəs-nəfəs, biraz da baxış-baxış, sevmişəm ürkə-ürkə yana quzusu kimi. Bura kimi gəlmişik, sanma bura qədərmiş. Baxa bilsən, görərsən, alın yazısı kimi. Adını silmək olmaz. Sənə tərəf gəlmişəm sevdamın arxasınca. Bu yola həsrətinlə qoşa çıxa bilmərəm. Ömrün çətin illərin yaşamağı bacardım. Bir sənin yoxluğunla başa çıxa bilmərəm. Nə də ki, ölmək olmaz. Bu sevginin fonunda neçə kəskin qış olub. Elə bilmə ayrılıq hisslərimi dondurar. Bir səmimi təbəssüm sevinməyə bəs edər. Nə vaxt gözümə baxsan, günəş əlindən tutar. Başqa cür gülmək olmaz. Ömrü 3 günə bölək. Dünən, bugün, sabaha. Bu 3 günlük həyatı sürməyə dözüm olsun. Dünən də sən var idin, dünən də mən var idim. Buraxma əllərimi, bugün də bizim olsun. Sabahı bilmək olmaz, sabahı bilmək olmaz. Çox sağ olun. Telefonla danışırıq. Deyirəm ki, Daşqın bəyə, deyirəm ki, ay Daşqın bəy, Nuranə xanımla evdə söhbət eləyəndə həm qafiyə danışarsınız. Çaya bir qafiyə, yeməyə bir qafiyə. Deyir, yox, bizim dalaşmağımız ancaq şeir üstündədir. Deyir, ancaq şeir üstündə dava eləyirik, başqa davamız olmur. Danışmasaq da dalaşırıq. Əfə xanım, şeirlər də elə mövzulardan, həyatda baş verən hadisələrdən yaranır da. Yəni, bu çox gözəl bir şeydir ki, bir ailənin içində həm şairə, həm şair, yəni bir-birlərlə bu cür, bir-birlərinə əgər söz altı, mətn altı, şeirlə öz fikirlərini bildirirlərsə, bunun nəyə pisdir? Yaranır. Yaradıcılıq elə buradan başlayır. Allah yollarını açıq eləsin. İnşallah bu kitabların sayı çox olsun. İnşallah. Biz də bunu arzu edirik. O bir mikrofon. Danışmaq üçün, hə, odur. Çox təşəkkür edirəm. Çox gözəl vurğuladınız. Amma bir məsələ də var. Bunun o görünən tərəfləri kimi görünməyən tərəfləri də var. Bu poeziya elə bir məsələdir ki, bunu həqiqi mənada ailəyə sığışdırmaq olmur. Çünki ailə həyatı güzəştləri sevir, amma poeziya güzəşti sevmir. Bəzən olur ki, bir hərfin üstündə, incə səsin üstündə, qalın sahət üstündə mübahisələrimiz olur. Amma yenə də əsas həyatdır, ailədir, saadətdir və şeirlərin ünvanlı tərəfləri də var, ünvansız tərəfləri də. Bəzən mövzuya şeir yazırıq. Oxuduğumuz bir şeir bizim xoşumuza gəlir. Məsələn, ondan ruhlanıb biz də bir poeziya nümunəsi yarada bilirik. Yəni, bütün şeirlər əslində yaşanmış şeirlər demək deyil. Bəzi şeirlər var ki, onların doğrudan da taleyi var, taleyli şeirlərdir, həsirdir, ittihafdır. Və bəzən də olur ki, yəni, şair üçün təbiətdə hər şey mövzudur. Gördüyü hər bir şey mövzudur. O yüzden, yəni bütün şeirləri ünvanlı xarakterdə deyil. Belə bir əlavə eləmək istəyirəm ki, qeyd elədi ki, Daşqın müəllim bəzi şeirlərin taleyi var, bəzilərinin yox. Çünki
düzgün vurğulayır və əlavə eləmək istəyirəm sadəcə bir kəlmə ki, bəzi şeirlərin taleyini biz yazırıq. Bəzi taleylər də var ki, onun şeirini biz Şeir yazırıq. yazıb, bəli, bəli, tamamilə doğrudur. Mən istəyirəm ki, Ələsgər qardaşımızın bir ifa alaq. Allah, Gözəl. Allah sonra Yəni, davam dinləyək. edir və Əslində mən bizim- istəyirəm ki, sonra Ələsgər bəydən sonra səndən bir şeir istəyəcəm. Daşqın bəy gedəndə onun üçün yazdığın Kəlbəcərə getmişdi hər. Hə, bir şeir istəyir. Bir də onu istəyəcəm səndən. Səndən də vətənpərvər bir şeirin var idi onun.
Çox Sağ təşəkkür olun, edirik. hoş Bu gəldin. mənim musiqilərim içində ən çox qulaq asdığım Öz musiqidir. bəstəndir də bu. Ha, Ən çox dinlədiyim bir musiqidir. Bax, musiqini dinləmişəm, amma ifaçını yadımda görünməyim qüsurumda əslində. Yox, bilirsiniz necədir? Bu müğənnilərlə, yəni oxuyanlarla instrumentalistlərdə biraz fərq verir. Müğənnilərin səsi gələn kimi hamı dərhal bilir ki, bu filan kəsin səsidir. Amma instrumentalistləri bir çox hallarda çox adam tanımır. Amma belə deyim də, xüsusi öz tərzi olan musiqiçilər ki var, onların artıq tərzindən hiss olunur ki, bu filan kəsdir. Yəni həmişə də belə olub. Misal üçün olsun 100 nəfər ifa eləyir, musiqiçilər dərhal bilir. Amma belə deyim, musiqiçi olmayanlar artıq onlara biraz musiqiçi olmayanlar da bilir. tərzdən bilinir. Mən Məsələn, bilirsən- bu tərz mənim öz tərzimdir. Yəni bunu da düşünərəkdən üzr istəyirəm. O da düşünərəkdən yaratmaq olmur. Yəni bayaq gözəl şairimiz gözəl dedi ki, elə şeylər var yaşayıb onu yazırsan, elə şeylər var yazırsan, yəni xəyal dünyasında özündən qurur da. Məsəl bu nəyə görə belə təsirlidir? Deyəm ki, siz fikirləşirsiniz hər zaman qulaq asırsınız. Məsələn, bu pandemiya dövründə yazmışam, bayaq mən vurğuladım. O vaxt özüm də elə belə necə deyim, ölüm ayağında. Mən də ağır, bəli, Mən də virus çox tutmuşdum. ağır Ona görə adını da ölsən bağışda qoymuşam. Və ondan sonra müharibə başladı. Müharibəyə aid bir neçə yazmışam. Misal 44 gün yazmışam. Başda Ali Baş komandanımız cənab prezidentimiz olmaqla bütün şanlı ordumuzun şərəfinə həsr eləmişdim 44 gün. Yəni müharibə hansı şəkildə başladı? Şuşanı necə fətələdilər? 44 gün sonra ardınca Şuşada döyüşlər. Yəni Şuşa necə oldu ki, alındı? Ordu girdi bir gecənin içində qısa bir müddətdə götürdülər. Və musiqilərin də hamısı hansına baxırsan təxminən həmin o günləri yaşayanda görürsən ki, musiqi artıq o şeyləri yaşayaraqdan yaradılmış bir musiqidir. Misal üçün şəhidlər ölməz. O vaxt Tovuz şəhidlərimizə həsr etmişdim. Tovuz döyüşləri vaxtında. Allah rəhmət eləsin Polad Həşimovun. Yəni hamısını yaşayaraqdan, nə ki yaşanır və təbii şəkildə yaradılır, qəsdən oturub düşünüb də ki, filan bir hadisə baş verir. Mən bu hadisəyə uyğun nəsə yazım. Alınmır. Yazılır, alınır da, amma ki o sevilmir. Bəli. Sevilmir. Amma ki o şey hiss eləyirsən özündən asılı olmayaraq o artıq gəlir, o tamam başqa bir şey olur. Bu sosial şəbəkədə üzr istəyirəm. Sosial şəbəkədə bu musiqi o qədər viral olmuşdu ki, hər anı açırdın. Mir Xaliq də oxudu. Mir Xaliq o da gözəl oxudu. Mən nə əlavə eləmək istirdim Ələsgər qardaşımızın fikrinə. İnstrumentalçıların əslində cəmiyyət içində çox da o qədər belə deyim də say etibarilə çoxluq təşkil etmir. Çox vaxt cəmiyyətdə ifaçıları tanıyırlar. Yəni müğənniləri daha çox tanıyırlar. Onları daha çox üzdə görürlər. Əksər hallarda musiqiçilər o məsələn müşahidə elədiyi halda tardır, kamançadır və digər alətlər ki var. Onlar elə bir sanki o müğənninin arxa planda qalmış kimi görsənir. Amma əslində Ələsgərin və digər bizim tar ifaçılarımız var, elə saz ifaçılarımız var, elə digər qarmon, klarnet, başqa alətlər olsun. Onların özünün də dinləyiciləri olduğu üçün bax onlar artıq bilirlər ki, bu Ələsgərin barmaqları idi, bu onun ürəyidir, bu onun hansısa bir özünə xas bir milizmi idi. Yəni bu cəmiyyətdə çox vaxtı oxuyanın səsinə görə tanıyırlar. Çünki cəmiyyət olaraq daha çox müğənnilərə üstünlük verirlər də. Bu belə hamımız bunu etiraf eləyir. Amma musiqiçilərdə müğənnilər oxuyur, orada sözlə oxumaq da əlləlliyədir. Yəni elə insan var əsas deyir ki, mahnını bilirlər. soruşursan sən hansı deyir, filan musiqi yaxşıdır. Deyirəm axı musiqisi o deyir. Deyir orada bir dənə filan söz deyir. O bilmir nədir o xoşuna. Amma məsələn bir dənə də şey qeyd edeyim mən. Normal instrumental ifaçısı araya ərsəyə gəlmək üçün ən azı 15 il vaxt lazımdır, o da bilinmir. Daha çox. Oxuyan amma 6 aya bir oxuyan yaratmaq olur. Gərək solo ifaçısı olsun o, solo. Siz gərək bu musiqini ilk ifa eləyərdiniz ki, bax belə hamı ürəkdən danışardı. Əziz tamaşaçılarımız, davam edəcəyik reklamlardan sonra. Sazda var, sözdə var. Könlümə inan verdi bir nəğmənin bəstəsi
Gözlerim seni gördü, oldum iller hastası. Qəmə könül bağladım, dərdimi çoxu bilmir. Sensiz qalıb ağladım, gözlerim yuxu bilmir. Qəmə könül bağladım, dərdimi çoxu bilmir. Sensiz qalıb ağladım, gözlerim yuxu bilmir. Mən səni sevən gündən, mən səni görən gündən, mən səni sevən gündən, mən səni görən gündən, mən səni sevən gündən. Yanarsan əzizim, yaxına gəlmə. Qəmlərim çoxunun eyninə gəlməz. Məndə sıxılarsan ürəyim kimi, bədənin ruhumun əyninə gəlməz. Yüyürdüm dalınca vüsal payımın, yüyürdüm dalınca vüsal payımın, bitmədi talihin döyüşü mənlə. Hicran dustağıyam, hicran dustağıyam, həsrət adamı. Sənin ürəyinin nə işi məndə? Tutma əllərimdən, əlin boşalar. Əlləri qoynunda qalar, nə baxsa. Səni sevə-sevə ölə bilərəm. Günahım boynunda qalar, nə baxsa. Ömrümə yellər əsdi, ben övşətək solmuşam. Dindirmə daha bəsdi, yaman körək olmuşam. Ömrümə yellər əsdi, ben övşətək solmuşam. Dindirmə qurban olum, yaman körək olmuşam. Qəmə könül bağladım, dərdimi çoxu bilmir. Sensiz qalıb ağladım, gözləri yuxu bilmir. Qəmə könül bağladım, dərdimi çoxu bilmir. Sensiz qalıb ağladım, gözləri yuxu bilmir. Mən səni sevən gündən, mən səni görən gündən, mən səni sevən gündən, mən səni görən gündən, mən səni sevən gündən. Araqçının məndədir qara xal yar, sərmişəm çəməndədir qara xal yar. Aləm gözələ dönsə qara xal yar, mənim gözüm səndədir qara xal yar. Araqçının məndədir qara xal yar, sərmişəm çəməndədir qara xal yar. Aləm gözələ dönsə qara xal yar, mənim gözüm səndədir qara xal yar. Dağ yeri ağaranda qara xal yar, gözləmən aranda qara xal yar, gözləmən aranda qara xal yar. Gedib deyim anama qara xal
yar gələr, yar gələr. Ağdaşın eyvası göçənləri, qopal qaçmasın alma bağları. Yaddan çıxarmayaq göy aylarları, yaddan çıxarmayaq göy aylarları. Qarabağ cənnətdir, Şirvan gözəldir, məclis bir aləmdir, məclis gözəldir. Qəbələ Tovuz, Gəncə, Qazax gözəldir, Qarabağ cənnətdir, Şirvan gözəldir. Kimidir nal misalı, dağların düzüne düzüb akşalı, dağların düzüne düzüb akşalı. Qarabağ cənnətdir, Şirvan gözəldir, Ağsu bir aləmdir, Ağsu gözəldir. Qarabağ cənnətdir, Şirvan gözəldir. Azərbaycanımın hər guşəsi, hər bölgəsi, hər torpağı gözəldir. Yanıma sazını elə çiynində saxla. Sənin sazın bizim çörək ağacımızda həmişə bizə lazımdır. Gəl yanıma. Bir mesaj oxumaq istəyirəm. Bunu oxuyum, sonra keçək şeirə. Bugün vaxtımız necə gəldi, necə getdi, özüm də bilmirəm. Sizi salamlayıram. Babamın adından yazıram. Babam televizora baxmayan adam idi. Sizin veriliş başlayandan sonra qonağı gəlsə qonağa baxmır. Ancaq sizin verilişə baxır. Sizin hər üçünüzə, yəni Vüsalə xanım bugün yoxdur, təşəkkür eləyirəm. Sizi dünyaya gətirən anaların əllərindən öpürük. Çox təşəkkür eləyirəm. Sizə Allahın ən şirin neməti olan can sağlığı arzulayıram. Allah sizlərə dəyməsin. Həmişə gülər üzlü olun. Efir sizə yaraşır. Siz efirə. Qəbələ rayonu Vəndam qəsəbəsindən Xavər bəy yazıb. Xavər bəy. 77 yaşı var. Çox təşəkkür eləyirəm. Var olun, çox sağ olun. Və mən bilirəm ki, bizim çox artıq xeyli izləyicimiz var, tamaşaçımız var. Bunu mən efirdən kənarda necə deyim, yəni cəmiyyət içində olanda, çöldə bayırda olanda, toya bayrama gedəndə də görürəm ki, verilişin adı artıq brendləşib, bir brend olub. Elə saz da var, söz də var. Hər zaman saz kimi hikmətli, söz kimi qüdrətli olun inşallah. Və mən istəyirəm, mesajlarımız çoxdur. Türkiyədən, İstanbuldan yazıblar bizə. Suat bəy yazıb. Bir mesaj da oxuyum. Salam Fatimə xanım, Akşin bəy sizə Moskva şəhərindən İradə xanımdır yazan. Hər gün günorta sizi gözləyirəm. Heç yerə çıxa bilmirəm. Sayənizdə MTV sevimli kanalım olub. Vüsalə xanım da olanda lap gözəl oxuyursunuz. Allah razı olsun. Belə o qədər gözəl SMS mesajlar yazırsınız ki, mən də bax ona görə belə yata bilmirəm. Gecələr sonra mənə deyirsən ki, niyə yatmırsan? Maşallah o qədər stimul verirlər ki, mən də enerjili adam, biraz da enerjili oluram. Gecə gündüz düşünürəm ki, daha maraqlı nə edək. Və mən istəyirəm Daşqın bəydən reklamlarımızın yəqin ki, vaxtına var hələ. Daşqın bəydən Nuranə xanımdan yenə bir deyişmə, Allah sazını, telli sazını götür, zəhmət olmasa. Buyurun, meydan sizindir. Gözlərim yol çəkir, məndən sənəcəm. Səni düşünürəm səhərə qədər. Bir həsrət yolu var, gümanla dolu. Sizin kəndinizdən şəhərə qədər. Kəsmə ətəyimdən əlimi səndə, yanan ürəyimin odundan danış. Gəl, gəl mənə özündən hekayə söylə, gəl.
Mənə sevdiyim qadından danış. Gecələr adama huzur gətirər. Mən də dərdləşirəm ay işığıyla. Yenə ürəyimə bu göz yaşların səssiz sildirəm çay qaşığıyla. Qoyma darıxmağa bu axşam məni. Küləklə bir həzin bayatı göndər. Qıyma gözlərimin işığı sönsün, nəfəs ver. Sən mənə həyatı göndər. Əlvida deyəndə əlini yellə. Əli sənin olsun, vidasını alım. Nə yaxşı xəyal var, xəyalımda sən. Belə ayrılığın qadasını alım. Qışın oğlan çağında ruhuma yaz gətirən, yarım qalan bəstəmə yeni avaz gətirən, yuxumdan at belinə qalxıb muraz gətirən, ömrümə xoş gəlmisən. Ruhum sənə tələsir, xəyalım sən, fikrim sən, sabahıma ümidim, bugünümə şükrüm sən. Adın dilimdə əzbər, gecə gündüz zikrimsən, ömrümə xoş gəlmisən. Budağımda bar vermiş dərdləri dərən adam, ikimizin yükünə çiynini verən adam. Gözlərimin içindən dünyanı görən adam, gözlərimin içində dünyanı görən adam, ömrümə xoş gəlmisən. Kükrəyib bir məcraya axa bildik nə yaxşı, dönüb dəli şimşəyə çaxa bildik nə yaxşı, zülmətdən aydınlığa çıxa bildik nə yaxşı, ömrümə xoş gəlmisən, ömrümə xoş gəlmisən. Ay saçları şəlalə, gözləri bulut qadın. Könlüm oda tutulmuş, könlümü ovut qadın. Gözlərindən yağmağı bu axşam unut qadın. Yanımda qal beləcə. Qolu bağlı məhkumam, sən sevdamın hakimi. Cismimdə ağrı gəzmə ay ruhumun həkimi. Köhnə xatirələrdən, köhnə şəkillər kimi yadımda qal beləcə. İncimiş gözlərinlə özün barışdır məni. Kövrək baxışlarınla qayna qarışdır məni. Ocaqda köz kimiyə müfür alışdır məni. Odumda qal beləcə. Olma bahar nəfəslim payızın örənliyi. Ruhuma qəm gətirər yarpağın kürənliyi. Gedərsən zəhər olar ağzımın şirinliyi. Dadımda qal beləcə. Ehtiyatlan ruhumla bağrı yarılar kimi. Könlüm deyingən olub qoca qarlar kimi. Getmə, getmə ürəyimdəki həzin ağrılar kimi. Canımda qal beləcə, yanımda qal beləcə. Məndən ötürü dünyanı dağıdıb yıxan oğlan, mənim dünyamı yıxıb kənardan baxan oğlan. Deyir, həyatıma xoş gəldin. O həyat qururlar, mən də dağıtdım. Sən ora niyə müdaxilə edirsən? Niyə onların işinə
girirsə. Araya girdim ki, dalaşmasınlar da. Yoxsa Hə, yox, Allaha şükür ki, mən öz yazdığımı dedim. Daşqın bəy Nuranə xanıma çox gözəl bir həyat qurub, çox gözəl də mükəmməldirlər. O həyatınız adını dağdan oğlan deyil. Mən özüm üçün dedim, sən yozma. Cəmaət yozmayacaq, sən yozursan. Hə, nəysə əziz tamaşaçılarımız, bu gün bizim üçün çox dəyərli olan bizim əzizimiz, operatorumuz Muradın anasının doğum günüdür. Ömrün nərdivanında bir pillədə ucalan Esmira xanımı ürəkdən, səmimi qəlbdən təbrik edirik. Gün o gün olsun ki, Allah ona bütün evladlarının mürvətini, barını, bəhrəsini görmək nəsib qismət eləsin. Təbii ki, bir ananın ən böyük arzusu nə olur? Ancaq və ancaq evlad mürvəti görmək, evladlarının xoş gününü görmək, toyunu, büsatını görmək. Toyunu görsün ki, biz də gedək, bax belə hər birimiz saz da var, söz də var orada deyək, toyu idarə edək. Toyuna gələk, ay Murad, bir daha təbrik edirik öz adımızdan, bütün MTV kanalı adından, səni tanıyan hər kəsin adından Esmira xanımı təbrik edirəm və bugün mənim əzizim, mənim bacım qədər sevdiyim, doğmam olan Samirə xanımın da doğum günüdür. Samirəni mən səmimi qəlbdən təbrik edirəm, nə yaxşı varsan deyirəm, nə yaxşı səni tanımışam. Səni bütün əzizlərinin, doğmalarının, bacılarının və o cümlədən qızın Lalənin adından təbrik edirəm. Mən deyənə kimi bilmirdim ki, Samirə də aprel ayından imiş, mənim eyni aydandır. Və bizim əzizimiz olan bugün Türkanımın oğlu Ömərin ad günüdür. Öməri təbrik edirəm, ona uzun ömür, can sağlığı arzulayıram. Böyük oğlan olsun, vətəninə, elinə, anasına belə layiqli evlad olsun deyirəm. Və reklamlarımızın vaxtıdırmı, yoxsa vaxtda var? yoxdur, veriliş bitir. Verilişimiz bitir. Heç bitməyini istəmirəm axı mən. Bitməsin. Evə getmək istəmirəm. Neçə dəqiqə var? Hələ biraz vaxtımıza var. Onda Mən qonaqlarımıza sağollaşaq. sağollaşırıq. Hə, sağollaşaq Samirə xanım, yoxsa var vaxtı? Vaxtımız var hələ, vaxtımız var. Ələsgər qardaşımızdan bir ifa alaq. Sonra da axırda da Emin. Biri deyir oxu, biri deyir oxuma. Biri deyir var, biri deyir yoxdur. Ələsgər qardaşımızdan bir ifa alaq. İfa alaq, yaxşı.
Sazda var, söz de var.